Salam, kanalıma hoş gelmişsiniz. Bugün bir tane geçen kızla date'deyik. Önümde bir güzel kız var. Siz o kızı görmürsünüz. Çünkü dedi ki bu videoda ben görünmek istemiyorum. Aslında güzeldi ama neyse. Saçlarım sudu ama bu bence geybetimizə heç engel değil. Konumuz ilişkiler. Evet. Çünkü karşımızdaki bekar bir ablamız. Öl diye gülmeydi. İnsanların ideal ilişki olarak yarattıkları illüzya niyedir? Niye ideal ilişki? Niye olmasın ki? İnsan neden tatmin olsun? Axı adama həmişə yüksək bir ehtiyac lazımdır və bu həmişə lazımdır. Məsələn, atıram da bugün sahibkarlara bax. Nə bilim 5-10 min pul qazanan sahibkarlara. Hamısı milyoner olmaq kimi bir şey var, hədəfi var. O olacaqmı, olmayacaqmı mövzu deyil. Prosta onu heç olmasa hədəfləyib ki, ən azından yolda hərəkət eləsin də o şeyin, hədəfin uğruna. Əslində ideal münasibət də odur da. Biz o münasibəti qurmaq üçün əslində hərəkətdə olmalıyıq. Güya münasibət ərzində. Amma insanlar bunu başayaq istifadə edirlər illüziya şəklində. Yəni hədəf olmaqdan çıxır, olur illüzyon və belə istifadə edir axtararaq. Hamı oturur evində və heç bir keyfiyyətli insan tanımadan keyfiyyətli münasibətlər istəyir ya da keyfiyyətli yerlərə getmədən keyfiyyətli insanlarla əhatələnəcəyini gözləyir və belə bir şey yoxdur. Mümkün deyil də. Bəzi şeylər var ki, biz onun mümkünsüzlüyünü qəbul etməliyik. Əgər bir adam sürekli dəyərsiz həyat yaşayırsa, mümkün deyil ki, onun dəyərli bir yaşam ehtimalı olsun. Çünki o dəyərsiz vərdişləri var. Yaşam vərdişlərimizin cəmidir. Nələri vərdiş eləyirik, nələri eləyiriksə, mikrofon professionaldır. Nələri daimi fikirləşir, nələri vərdiş eləyiriksə, sonra o istər-istəməz həyatımızda görünür. Bəsit də, yəni öz gəldiyin yola bax, görəcəksən də. Necə olub belə olub? Çünki sən arxa fonda zəhmət çəkmisən və disiplinlə davam eləmisən. Bu qədər. Yəni indiki həyatını necə özünü təsəvvür eləyə bilməzdinsə, münasibət elə bir şeydir. Biz oturub bir münasibət haqqında təsəvvür yürüdə biliriksə, bu muhtemelen orada yalan danışırıq. Necə biz başqa bir insan haqqında təsəvvür yürüdə bilərik? O başqa bir insandır. Başqa bir adam. Və başqa bir obrazdır. Şaşırsan, məsələn, iş yoldaşı olaraq gördüyümüz atıram da Əli. İş yoldaşım Əli başqa adamdır. O Əli sevgili olan da başqa adamdır, ər olan da başqa adamdır. Ex ər olan da vəbşi başqa adamdır. Başa düşürsən, hər şey ola bilər. Yəni ən bəsit nümunə mən məsələn belə кейslər görmüşəm də, çox yaxşı, belə ərdir, belə zordur, belə bombadır. Amma sonra boşanma vaxtı kişinin içindən başqa adam çıxıb. Ya da məsələn the real case çox yaxınımın başına gəlib. Adam boşanma vaxtı anlaşmalı güya boşanırdılar. Dedi ki, nə danışırsan? Bütün xərclər mənim üstümə. Mən uşaqlarımın təhsil haqqını da ödəyəcəm, xərclərini də ödəyəcəm. Necə hər ay 3000 ayırırdım, indən sonra da 3000 ayıracam. Sən şey yazma. Da yəni əlavə sənəd, nə bilim, alimentə zada ehtiyac çoxdur. Qız alimentdən imtina elədi, amma vəkili rəfiqəmiz idi və dedi ki, mən səndən daha çox təcrübəm var da boşanmaq mövzusunda. Gəl yazaq bir şey. Neçəsə min bir məbləğ, hansı ki 3000-dən daha az düşürdü aylığa. İlk 3 il ödədi, 3 ildən sonra məhkəmə ilə aldılar pulu, sevgilisi olan kimi. Bir münasibəti ki ciddiləşdi, partnyoru dedi ki, başa düşməm, sən niyə vəlki ailəbə pul xərcləməlisən? O da çəkildi, sonra da gelib məhkəmə ilə sağladı, aldılar pulu. Yəni insanlar dəyişirlər, dönüşürlər, qadın da kişi də. Ola bilər ki, çəkdiyim misal çox adamın xoşuna gəlməsin, amma realdır ki, belədir. Ya da məsələn, mən şey halları görmüşəm. Ölürəm səndən ötürü, bitirəm nə bilim nə. Adama bir şey olan kimi çəkildi. Adam yüksəkdən düşən kimi çəkildi. Qız gözəlliyini itirən kimi çəkildi. Yəni hər şey ola bilərdi. Ona görə münasibəti həyatın mərkəzinə qoymaq və başqa bir insanı Allahlaşdırmaq çox ciddi bir xətadır. Eynən. Yəni gözlənti ümumiyyətlə tükədən bir şeydir. Reduce your expectation to zero. Hansı davranışlarımız var ki, insan varlığına, hansı davranışları var ki, sağlam münasibət qurmağa engel olur, çətinləşdirir? İnsanın sağlam olmayan bütün davranışları onun sağlam münasibət qurmağına əngəlləyir. Məsələn, bir insan səbirsiz ola bilər, amma həddində. Bir adam mükəmməliyyətçi ola bilər həddində. Həddini aşan hər şey sağlamlığın qarşısını alır.
Həddini aşan hər şey münasibətdə zədələnmənin həddini aşırdır. Həddindən çox sevgi və qısqanclıq üçün də keçərlidir. Həddindən artıq qayğı üçün də keçərlidir. Yəni mənim tanıdığım, yaxınım, ailəvi yaxınımız bir oğlan sırf qızın həddindən artıq qayğısından dolayı boşanıb. Təsəvvür elə gör nə həddə çatmışdı. Qız bildiyin mama idi da. Yəni bir adamın necə 21 yaşında bir maması ola bilər, 30 yaşında bir kişinin. Nə bilim, yəni oğlan deyir ki, artıq onun üçün deyir ayrıldım da mən ki, ona zərər verirəm. Səhər-səhər deyir tezdəndən qalxırdı. Tak-tuk evi sökürmüş ki, nə bilim nəsə düzəldirəm sənin üçün. Niyə də yəni? Bu qayğı deyil axı. Bu özünə qayğı göstərə bilməməyin bir kişinin üstünə proyeksiyasıdır. Hə qızlar. Özünüzü eləyə bilmədiyinizi bir kişinin üstünə proyeksiya eləyirsiniz bəzən. Ona görə də qarşı tərəfdən həddindən çox dəyər verib, həddindən çox dəyər gözləyirsiniz. Özünüzə verməniz gerəkən bəzi şeylər var. Necə seçməkdir ki, bu sevgidir, yoxsa bağlılıqdır, yoxsa bağımlılıq? Əslində qəşəng sualı. Sevgi, bağlılıq və bağımlılıq. Bağımlılıq o olmasa ölərəmdir. Ümumiyyətlə toksik səviyyədə bağımlısan, narkotik kimi, asılılıq. Bağımlılıq səviyyəsində biz adətən artıq tükənmə həddinə çatdırırıq özümüzü. Çünki həyatın mərkəzi qarşı tərəf olur və biz ondan asılı oluruq. Amma bağlılıq sağlamdır. Fəqət sevgi və bağlılığı adətən ayırırlar. Mən ona sevmirəm, ona bağlıyam. Elə cici şeylər yoxdur. Özümüzdən oqa çıxartmayaq. Bir insanı ya sevirik, ya da sevmirik. Yəni sevəndə bağlı oluruq, sevməyəndə bağlı zad olmuruq. Yəni sevirəm sözünü deməyə çatmayan adamlarınsa, mən bağlıyam, onu çox istəyirəm amma sevmirəm. Belə cici söhbətlər ölüb də artıq işləmir. Amma hə, bağımlılıq səviyyəsi ümumiyyətlə birini öz mərkəzindən qayıb başqasının mərkəzə qoyma səviyyəsində sevgi zərrəsi yoxdur. Nə tanrıya, nə özünə. Yəni mümkün deyil ki, sən hansısa bir insanı, bir egonu özündən və yaradandan daha mərkəzə qoyasan və deyəsən ki, bunu sevirəm. It's impossible, mümkün deyil. Hələ bir qadın üçün ekstra mümkün deyil. Məsələn, münasibəti olmayan insanlara ümumi baxaq. Lafım meclisdən düşər. Münasibəti olmayan insanlara baxaq. Onların həyatlarında ən çox nəyin problemi var? 2 dənə ucuza yaşayırlar. Ya özünə sayğı duymayıb özünü incitdiyi münasibətlərə girir. Ya da sayğını yanlış anlayıb tamamən kənara çəkilir ki, heç incinməsin. Mümkün deyil. Yes. Divara baxır hazırda. Göz kontaktı qurmamağa çalışır məndən. Yəni incinməmək üçün adam ilişkilərdən qaçır ki, kimin hansısa sözü bunun xətrinə dəyir. Təbii ki, dəyəcək. Çünki bizim hərəkətimiz qabağımızdakının xətrinə dəymir, dəyəcək də. Xətrinə də dəyə bilər, amma bu o demək deyil ki, o səni incidə bilər. Okay? Sadəcə ola bilər ki, nəsə sənə toxunmuş olsun. Ki sən o toxunmuşu artıq şuur səviyyən elə bir yerdədir ki, sən tutacaqsan ki, o sənə niyə toxundu. Sən biləcəksən ki, bu toxunmaq onun mu eşşəhliyindəndir, onu mu rədd eləmək lazımdır. Hə, yoxsa problem məndədirmi də? Ola bilər ki, məsələn, adamın ən bəsit hərəkəti səni tetikləsin. Hə, niyə tetikləndin? Uşaq vaxtı atam mənə belə demişdi ona görə. Bu hamımızda olub da, hamımız partnyorumuzu uşaqlıqda atamızın, babamızın, əmmimizin xətrinə dəydiyi hansısa bir obrazdan ölçmüşük. Baxmaq lazımdır qabağımızdakı da dərdimiz, yoxsa özümüzlə. Yenə gəldi yarğı. Ümumiyyətlə, yarğı zehində işlənmədiyi müddətcə o həyatda tətmin hissi qeyri-mümkündür. Və bunu sadəcə yarğını işləyəndən sonra başa düşmək olar. Yəni bir adam bu tətminə çatmamış, başa düşməyəcək ki, o necə bir şeydən bəhs edirik. Ya, insanın niyə ilişkisi olmaz? Bir insanın niyə deyir ümumiyyətlə ilişkisi olmaz? Və gülüyor. Özümü hiss edirəm. O Amerikan dublajlarında adam gülür, aşağısına yazırlar, gülüyor. Bu çox individual məsələdir. Amma ümumi olaraq yarğıdır. Yəni individualdır. Məsələn, kimsə qorxur, münasibətdə incinməkdən belə yarğılayır. Kimsə fikirləşir ki, ağız göz əyirə, bax, hoşuna gəlmir söhbət. Kimsə fikirləşir ki, incidər bunu. Kimsə fikirləşir ki, azadlığı gedər əlindən, nə bilim. Hərənin öz hekayəsi var, amma yarğıdır. Çünki bir münasibət içində olmadan münasibətlə bağlı fikir bildirmək özü elə ukalalıqdır. Adam ilişki qurmayıb, ilişkisində problem olacağını zənn edir. Heç dəxli var. Axı heç münasibət qurmamısan. Söhbət real münasibətdən gedir. Ay nə bilim, kimsə məndən xoşum gəldi, nə bilim, hansı qohumla dedilər, getdik bizdən çay iç.
gəldim ki, bundan sonra artıq onu platonik sevirəm, nə bilim nə. Belə şeylər üçün keçərli deyil. Bildiyim bir münasibətin içində insanın təbii ki, başqa tərəfləri açılır. Məncə ümumiyyətlə münasibət başqa tərəflərimizi görmək üçün çox ideal bir yer. Eynən, əslində münasibət əsl transformasiya yeridir. Çünki biz birini sevirik, onu buraxmaq istəmirik. Paralel də orada dönüşürük də. Çünki prosta götürüb tulla eləyə bilmirsən də. Deyirsən ki, seçmişəm bunu və yolun içində dönüşürsən. Bəsit nümunə, məsələn, mən özümün nə qədər səbirsiz insan olduğumu münasibətdə kəşf elədim. Mən bu qədər səbirsiz olduğumu bilmirdim. Təhəmmülsüz və dözümsüz yaralı deməkdir. Söhbət yaralıdan getmir. Tipaj olaraq mən səbirsiz tipəmmiş. Bilirdim, mən tıncıxıram hər şeydən. Amma bu dərəcədə olduğumu bilmirdim. Çünki adam o qədər çox səbirlidir ki, mən öz səbirsizliyimi görürəm. Ki, dəhşət. Adam biznes planını yazır, məsələn. İndi olur da bir problem olur, nəsə gecikir. Mən də havalanıram tez. Vəkilə yığaq, belə eləyə. Deyir ki, ay qız, nə evə lazımdır? Olacaq da deyir. Deyirəm ki, axı adam bir dəfə elə bir köçürmə sənədini göndəriblər, pul oturmayıb da. Mən də həmin dəqiqə panika tutdu ki, 100% nəsə olub. Dolandırılmışıq. Mən də master degree dolandırılmaq üzrə. Keçmiş xatirələrimə söykənərək. Dedim ki, bəs vəkili yığaq, nə bilim, onda ki, ehtiyac yoxdur. İndi mən götürüb oranın sahibini yığacam və adam zəng eləyib, gecə saat 1 zəng eləyib və kişiyə olayı başa salır. Ki, baxın, sizin xanımınız, kişinin də yoldaşı əsas işlərə baxır da, kişi founderdır. Yığıb ki, bəs bu saatda xanımı narahat eləmək istəmədim, mən sabah ödəniş eləməliyəm və çox mədən şəkildə izah eləyir. Kişi də bunu başa düşdü. Dedi ki, hə qardaş, ola bilər. Nə qədər məbləğidir, məbləği dedi. Dedi, gəl ləzim, belə eləyək. Mən o məbləği sənin kartıva köçürdüm. Hesaba da oturanda xəbərləşərik, geri atarsınız. Всё. Mən olsam indi zəng eləyib o kişinin ağzını cırmışdım ki, bura bax, hanı mənim pulum? Bu nədir mənim invoice atmısan, pulu yoxdur. Sən kimsən? Yəni böyle. Sonuç olaraq münasibət özümüzü öyrənə biləcəyimiz ən bomba yerdir. Ümumiyyətlə şəxsi transformasiyanın əsas yeridir də. Məsələn, malum arkadaşınız münasibətin içində necə dönüşür? Başqa variant yoxdur. Çünki adam buraxmaq istəmir. Buraxmaq istəmir deyə özünü dönüşdürür. Hər kəs üçün keçərlidir. Amma və lakin əgər hər hangi bir sinyaldən onu başqa bir gün konuşuruz, tutursunuzsa ki, bu qarşınızdakı qaqaş sizi sevmir, dirəşməyin. Çünki bu inat sizə çox baha başa gələ bilər. Bəzən sizi sevməyən insanla münasibət qurmağa çabalamaq sizi tükədə bilir. O qədər tükədir ki, sonra gerçəkdən qurmaq istədiyiniz münasibəti içində olanda bunun qurmaq istədiyiniz olduğunu tutuzdura bilməyəcək səviyyədə yaralanmış olursunuz. Və artıq hamının aldığı nəfəs sizə batır. Mən yemişdim, danışdım. İndi gedirəm yenə yeməyə. Qoy, verim mikrofonu, təşəkkür eləsin. Teşekkür edirəm. Ümid edirəm ki, hər birimiz birlikdə aydınlandıq münasibətlərlə bağlı. Siz də payınızı aldınız, mən də. Özüm bir də necə istəyirəm, yəni ki, Allah haqqı orada kimsə var, öz-özümə danışmıram ha. Belədir ki, mən öz-özümə də danışsam, bu sizin üçün çox normaldır, çünki niyə də yox. Olsun. Bu arada öz aramızdalarım bir dənə qeybətini eləyim, gedirəm. Mən hər dəfə restoranda oturub sizinlə bir yerdə nahar elədiyim üçün, bir dəfəsində oturub tək yemək yeyəndə ofisiant cavab dedi ki, bu gün heç nə danışmayasınız. Yep. Artıq insanlar da buna alışıblar ki, biz YouTube'dakı arkadaşlarla bir yerdə yemək yeyirik. Öpürəm sizi, özünüzə çox yaxşı baxın, hələlik.